بین الحرمین و حرم آقام حسین و حرم آقام ابوالفضل. Bugün Şaban ayının 4-ü İmam Əli əleyhissalam və Ümmülbəninin oğlu, İmam Həsən və İmam Hüseynin qardaşı. Kərbalada İmam Hüseyn dəstəsinin bayraqdarı Həzrəti Əbülfəzl Abbas əleyhissalamın mövlud günüdür. Həzrəti Abbas hicrətin 26-cı ilində dünyaya gəlib. Çoxlu fəzilətlərinə görə Əbülfəzl, yəni fəzilət atası və sahibi ləqəbini qazanıb. Həzrəti Əbülfəzl rəşadət və elm evində böyüdü, elm ocağında tərbiyə aldı. Tərbiyəçiləri Həzrəti Əli, İmam Həsən, İmam Hüseyn, Həzrət Zeynəb oldu deyə Həzrət Əbülfəzl dünyada rəşadət meydanında öz bayrağını sancdı və bugün bütün millətə qardaş münasibətində, ata-oğul münasibətində, bacı-qardaş münasibətində böyük bir örnəkdir. Onun həyatına baxmaqla insan kamilliyin nə olduğunu bilir. Qısa ömür sürməsinə baxmayaraq Həzrəti Abbas Allah yolunda misilsiz xidmətlər göstərib. Əlbəttə ki, həyatının kulminasiya nöqtəsi hicri tarixi ilə 61-ci il Məhərrəm ayının 10-da Kərbalada baş verən hadisədir. Minlərlə düşmən əsgərinin mühazirəsində olan İmam Hüseyn İslam bayrağını məhz kiçik qardaşına tapşırır. O da bu missiyanın öhdəsindən layiqincə gəlir. Düşmən bu bayrağı onun əllərindən ala bilməyəcəyini anlayır. Həzrəti Abbas bayrağı əldən vermir, qollarını qurban verir. Amma Hüseyn əleyhissalamın əmanətinə xəyanət etmir. Bizim indiki gənclərimiz də əsasən Əbülfəzin tərbiyə olunduğu kimi özlərini tərbiyə eləyib. Birinci, günahlardan qaçaraq öz ürək qulaqlarını haqqın üzünə açmaları vacibdir. Əgər istəyirlərsə Əbülfəz kimi rəşid bir oğul olsunlar, bu zaman onlar gərək ürək qulaqlarını açsınlar və ürək qulağı ilə dünyanı eşitsinlər. Dünyada olan haqqı nahaqdan ayıra bilsinlər. Haqqı nahaqdan ayırmaq üçün birinci insan haqqın özünü tanımalıdır ki, ta haqlı olanı tanısın. Həzrət Əbülfəzl haqqın özünü tanımışdı və haqlı olanın yanında oldu və Kərbalada o boyda Şücaət məktəbinin binasını qoydu. Həmin hadisələrdən 1400 ilə yaxın vaxt ötməsinə baxmayaraq, Əbülfəzl Abbas şücaət və sadiqlik, qeyrət və mərdlik rəmzi kimi qəlblərdə yaşamaqdadır. Həzrət Abbasın ömrünün son anları mənbələrdə müxtəlif cür təsvir edilir. Bu elə də mühüm deyil. Mühüm olan odur ki, Həzrət Abbas son nəfəsinə qədər Allahın layiqli bəndəsi olub. Onun dostları ilə dost, düşmənləri ilə düşmən olub. Müminin zindan adlandırılan bu dünyaya vida edərkən isə gələcək nəsillərə ideal qardaş, sadiq dost, kamil müsəlman obrazını miras buraxıb. Əziz müsəlmanlar, bayramınız mübarək. Səbuhi Vaqifoğlu, Ramiq Tağzadə, İntiraz. Ağam Hüseyn o Kərəm ağam Əbülfəzl beyn الحرمین و حرم آقام حسین و حرم آقام ابوالفضل.